أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين. أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Değerli dinleyiciler, ne xoşbəxt adamdır o şəxsi ki, Allah onun adını cənnətə yazıb. Və nə bədbaxt adamdır o şəxsi ki, onun adı cəhənnəm əhlinin sırasında yazılıb. Allahın kitabına görə bəri başdan hələ biz yaşayırıq. Amma bütün buna baxmayaraq adımız bir kitaba yazılmışdı. Yəni cənnətə düşənlər və cəhənnəmə düşənlərin birbaşa adlarına məxsus kitabdır. O kitabı ki, sən nəyi yaşayacaqsansa, onun sonucunu Allah bilir və öncədən bu cəhənnəm əhlidir deyə adına yazılıbsa, hara fırlansa, hara hərlənsə, sonu cəhənnəm əhli olacaq. Qarun kimi. Musa aleyhissalamın məşhur tələbələrindən imanlı, zəkalı bir şəxs idi. Musa peyğəmbərlə çiyin-çiyinə mübarizə aparırdı. Sonucu nə oldu? Özünə ilah deyən Fironun vəziri oldu və dünyanı seçdi, sonunda cəhənnəm əhli olaraq yerin dibinə batdı. Deməli, o hələ mömin ikən Allah onun cəhənnəm əhli olduğunu bilirdi. Hətta bunlar mələklərdən belə gizlidir. Mələklərdən belə gizlidir. Mələklər belə bunun dərin incəliyini bilmir. Çünki Allah Qur'an-ı Kərimdə Mutaffifin surəsində bu iki qrupun adı yazılacaq o kitab barəsində buyurmuşdu ki, وَمَا أَدْرَاكَ مَا عِلِّيُّونَ كِتَابٌ مَرْقُومٌ. Siz nə bilərsiniz ki, İlliyyun nədir? İlliyyun şifrələnmiş bir kitabdır. Şifrələnmiş bir yazıdır. Şifrələnmiş yazı. Kitabun marqum. Marqum rəqəmlənmiş, şifrələnmiş deməkdir. Deməli, Rabbimiz Mutaffifin surəsi 19-20-ci ayələrdə adı cənnətə yazılmış insanların, daha doğrusu insanların adı yazılan o kitaba İlliyyun demişdi. Deməli, cənnətə düşəcək insanların adı öncədən İlliyyuna yazılıb. İki kitabdır. İlliyyun ki, buna cənnət əhlinin adı yazılır. Allah bizim hər birimizin adını orada qeyd etsin. Amin. Və bir də vardır Siccin. Siccin cəhənnəmə düşəcək insanların adı yazılan kitabdır. Təsəvvür edin, birinin adı ora yazılıbsa, bəlkə də dünyada yaxşı adamdır. Bəlkə də insanların hamısı deyir ki, bu nə gözəl insandır. Amma onun adı orada yazılıbsa, o cəhənnəm əhlidir. Deyim ki, Allah zülm edir? Yox. Yəni, sənin bilmədiklərin, bizim bilmədiklərimiz vardır ki, qiyamət məhkəməsində insan onu gördükdə özünü qınayacaq ki, mən kimi özümə dost tutdum və yaxud da ki, bu yaramaza mən etibar etmişdim. O qədər sirlər açılacaq ki, Allah bizi utandırmasın həmən gün. Dəyərli insan, sənin adın hansı kitaba yazılıbsa, sən o kitabın istiqamətinə hərəkət edirsən. Bax, bəlkə də sən telefonu araşdırarkən, telefonun içində səhvələnərkən, hansıysa bir filmə, hansıysa bir maraqlı
məlumata diqqətin yönəlmişdi. Amma nədənsə sən hansıysa bir dərsi seçdin. Hansıysa bir axirətlə əlaqəli mövzunu seçdin. Dedim bir buna da qulaq asın. Bax, o seçim var ha. Sən bunu seçdin ha. O yönəltmədir. O Allahın yönəltməsidir. Sənin adın əgər cənnət əhlinin sırasına yazılıbsa, Allah səni ora yönəldir. Cənnətə gedən yolların sirlərini öyrənməyə, orada həvəslənməyə, səni buna yönəldir. Bütün imtihanlara baxmayaraq. Çünki Allahın Resulü sallallahu aleyhi və səlləmə deyirlər, ya Resulallah, hər şey yazılıbsa bu kitaba, biz nəyin əməlini edirik ki? Yəni bizim bu mübarizə nə içindir ki? Nə yazılıb elə o baş verəcəkdir. Allahın Resulü o məşhur hədisi qeyd edir ki, bu Əli ibn Əbu Talibdən rəvayət olunur. Allah ondan razı olsun. İ'məlu fəkullu müyəssərun limə xuliqə ləhu. Resulullah deyir, ey insanlar, siz öz əməllərinizi edin. Unutmayın, Allah səni nəyin üzərinə yaradıbsa, sən ona tərəf gedirsən. Ona tərəf gedirsən və gedəcəksən. Deyək ki, onda Allah yazıb elə cənnət əhli, elə onda hara fırlanıb, hərlənib, gedib cənnətə düşürsə, onda elə onun cənnətə düşməsini Allah yazıb da. Bəs o biri günahkarın günahı nədir ki, ona yazıldı narkoman olsun, birinə yazıldı zinakar olsun, birinə yazıldı müşrik olsun. O bədbaxt da bu yazılmışdı, belə oldu. Xeyr, xeyr, əsla. Elə şey olar. Əgər belə olacaqdırsa, Allah niyə bizə Peyğəmbər göndərirdi ki? Niyə bizi hidayətimiz üçün bu qədər mələkləri üzərimizə tökürdü ki, bunlar xilas olsun, cəhənnəmə düşməsinlər? Deməli, Allah bütün bu işləri necə görürsə ki, bizi xilas etsin. Bizim hansımız Allaha yox deyəcəyiksə həyatımızda, Allah o sonucu bilir. Sonucu bilir. Yoxsa Allah bizim belə olmağımızı istəmir. Allah bilir ki, bu nə ilə bitəcək. Bugün mömündür, sabah kafir olacaq. Və yaxud da ki, bugün kafirdir, sabah mömin olacaq. Ömər bin Xəttab Resulü öldürməyə gedirdi, hidayət oldu. Resulü öldürməyə gedirdi bu adam. Yəni küfrün ən yüksək zirvəsini həyata keçirtməyə gedirdi. Allah onu yönəltdi nəyə? Fitrətinə, geninə, Allahın ön yazısına. Çünki buna layiq insandır, hidayətə layiq insandır. Allahın Resulü ilə elə bir insan olub ki, döyüşdə müsəlmanlar tərəfində döyüşürdü. Amma o öləndə Resulullah dedi, bu xilas olmadı. İslamda döyüşüb, cihad edib, şəhid olub o. O adam şəhid olub. Amma Allahın Resulü dedi, o xilas olmadı. Xilas olmadı, yəni əbədi cəhənnəm əhli deyil. Yəni onun bir əməli var idi ki, onun əzabını çəkəcək. Sahabələri bu dəhşətə saldı ki, bu adam bizimlə birlikdə döyüşüb, hətta döyüşdə şəhid olub. Bir sahabə bunu incələdi ki, bu nə ola bilər görəsən. Bir də bunun qənimətlərinin içində öz başına qənimət götürülməsi görüldü. Yəni öz başına özünə aid, özünün xoşladığı bir şeyi qənimət götürmüşdü. Ki, həmən dövrdə qəniməti hələ öz başına götürmək olmazdı. Deməli, o əməlin belə hesabını verəcək. Burada xilas olmadı, yəni birbaşa xilas olmadı. Yəni Allahın dini üçün döyüşüb də ölən kimi birbaşa cənnətə düşmək. Daha doğrusu, ərşin altında uçmaq zövqü. Yəni birbaşa ora gedə bilmədi deməkdir. Yoxsa o sahabədir, o cəhənnəm əhlidir demək deyil. Yəni o gecişəcək, yubanacaq. Niyə? Bir xəta. Dəyərli insanlar, bizim adımız bir kitaba yazılıb. O kitaba sən yazdırmısan adını, sən.
Necə ki biz gedib növbəyə qalıb adımızı qeyd elətdiririk. Kimisi gedir, banka girir, adını qeyd elətdirir ora. Yəni mənim növbəm çatanda mənə pul verərsiz. Bax, öz adını qeyd elətdirir. Kim apardı onu ora? Özü. Öz ayaqları ilə getdi və öz ağzı ilə o sözü danışdı və öz əli ilə imza atdı ki, mən küfrə, Allahın günah dediyi, Allahın nifrət edirəm dediyi o əmələ imza atdım. Adımı qeyd elətdirdim filan əyləncəyə. Adımı qeyd elətdirdim filan yerdə işləməyə. Ki o yer keyfli yerdir, amma cəhənnəm əhlinin işlədiyi, cəhənnəm əhlinin yaşadığı və düşəcəyi insanların olduğu yerdir. Dünyada zövqlü görünə bilər. Nə bilim, əyləncə mərkəzlərində tərbiyəsizlik edən insanlar, əxlaqsızlıq edən insanlar ki, adlarını bir yerə qeyd elətdirirlər ki, biz də bundan sonra bura üzvük. Bax, öz əli ilə öz adını siccinə yazdırdı. Bax, bu insanın özüdür. İnsan da vardır ki, öz əli ilə öz adını Allahın İlliyyun kitabına yazdırtdırır. Öz əməli ilə, üzr istəyirəm daha doğrusu, öz əməli ilə Allaha göstərir ki, Allahım, istidir nədir, xəstəyəm nədir, dözmürəm nədir, mən sənin halal dediyin, əmr etdiyin bütün işlərin üzərində sabit qalacağam, ölümümə səbəb olsa belə. Bax, bu hərəkətin sahibini Allah yazıb İlliyyuna. Yəni, sən etmirsən onu. Yoxsa Allah təsadüfən səni yazdı. Cənnət əhli, sən də keyfdəsən, get, nə istəyirsən elə, cənnət əhlisən. Deyil bu. Sadəcə olaraq Allah bunun sonucunu bilir. Nə ilə bitəcəyini bilir. Ona görə də Ali ibn Əbu Talibin rəvayət etdiyi o hədisdə İ'məlu fəkullu muyassarun limə xuliqə ləhu. Siz öz əməllərinizi edin. Hər kəs yazıldığının üzərinə gedir. Daha doğrusu kimə nə yazılmışdırsa, Allah onu onun üçün asanlaşdırır. Deməli, sən əməl et. Biz əməl edək. Hansı əməli? Cənnət əhlinin əməlini, cəhənnəm əhlinin əməlini deyil. Sən onu et, sən yönələcəksən. Allah səni ucaltdıqca ucaldacaq. Necə ki, Əl-Leyl surəsində də Allah Subhanahu taala bizə bunun yolunu göstərmişdi. İnne sa'yakum leşeddə fe emmâ men a'ta vettaqâ. Kim Allah yolunda xərcləyər və Allahdan qorxarsa və Allahın yazdığı əmrlərin, vacib əmrləri təsdiq edərsə ki, namaz vacibdir, oruc vacibdir, mən bunu edəcəyəm. Kim bunu təsdiqləyərsə, fəsənuyassiruhu lil-yusra. Biz onun üçün cənnətə gedən yolu asanlaşdırarıq. Əl-Leyl surəsi 5-7-ci ayələr. Asanlaşdırarıq. Ayənin ardında deyir, kim Allahın əmrlərini inkar edərsə, yox, indi o dövrdür, namaz qıl. İndi oruç tutmaq olur bu yayın bu günündə. Və yaxud da ki, mən qazanmışam, buna verəcəyəm. Əli var, ayağı var, getsin işləsin də. Yəni, Allah ona ver deyir, Allah ona et deyir. Bu adam bunu etmirsə, bu istidə hicab bağla. Nə bilim, bu cür gözəlliyi gizlətmirsən, bu nə həyatdır sən yaşayırsan. Bunlar geri gedirlər, bunlar hansı dönəmin adamlarıdır. Qoy onlar danışsın. Sən onların sözündən öz yaşadığın gözəl inancdan utanma. Sən utanmalı yolda deyilsən. Utanmalı yolda onlardır. Onlar bir gün nə utanmaq, nə utanması. Onlar dəhşəti gözləri ilə gördükdə yaşayacaqlar. Gözləri ilə Allahın Rəsulü demişsə, gözlər bərəli qalacaq. Eyni zamanda ayədir. Gözlər bərələcək alacağını gördükdə. Önündə cəhənnəm, qarşısında Allahın məhkəməsi və cəhənnəm körpüsü. Necə keçəcək orada belə günahkarlar? Bu günahın sahibi. Ona görə də sən yaşadığından utanma.
Sən möminsənsə, bunun sevincini yaşa, çünki sənin adın ora yazılıb. Və Allah deyir, kim paxıllıq edər və mənim əmr etdiyimi təsdiqləməzsə, biz ona cəhənnəmə gedən yolu asanlaşdırarıq. Bilirsən, cəhənnəmə gedən yol necə asanlaşır? Adam var idi, dedi, mən içki içməyə başladım, çörək tapdım. Mən namazı tərk etdim, çörəyə çatdım mən, iş düzəldi və bəzən də belə bəzi insanlar deyir, mən şeytanla işbirliyi görərəm, filan məqsədə çatım. Get işini gör, eybi yoxdur. Qoy sən 10 il, 15 il əylən. Amma Rəbbinin huzurunda əbədi günahkarların çəkəcəyi an gələndə görəcəksən. Dəyərli insanlar, ateistlərin dilindən deyilən bəzi gözəl sözlər var. Bu bir kitabdır, Avropalı bir müəllif yazıb. Bəzi ateistlərin son sözləri, özdə həmin ateistlər dünya çaplı məşhur fiziklər, dünya çaplı məşhur, astronom, yəni dünya çapında məşhur alimlərdir, amma onlar ateist olublar. Yəni nə Allah filan deyib yaşayıblar. Onların ən son sözləri var, o kitab halına salınıb, tarixi ilə, ünvanı ilə. Onlar öləndə bəziləri də daha bütün ateistlərdən söhbət getmir. Yəni belə 3-5-i bizə kifayət edir. Onların bəziləri deyir, aman Allahım, mən nə həyat yaşadım. İndi mən alovun istisini hiss edirəm. Və bəziləri deyib, bəli, mən cəhənnəmi yaşayıram. Ölərkən deyib, ətrafındakılar eşidib və bu kitaba salınıb. Bəli, mən cəhənnəmi yaşayıram, hiss edirəm, dilimlə qəbul etdiyim və həyatımı onun üzərində qurduğum o cəhənnəmi yaşayıram. Buna bənzər bəzi sözlərdir ki, bunlar möminlərə ibrətdir ki, o ateistlər ki, nə var bu dünyadadır, əylən, keyfət deyirlər, onlar bu sözü hökmən deyəcəklər. Sən onların bu sözünün təsirinə düşüb də, bəlkə də bu düz deyir, deyib Allahın əmrindən qırağa çıxma, çünki həmən gün hər kəs üçün artıq gecdir. Bəli, dəyərli insan, deməli, İlliyyun cənnət əhlinin adı yazıldığı kitabdır. Siccin cəhənnəm əhlinin adı yazıldığı kitabdır ki, kimin adı hansında yazılıbsa, o adam ona tərəf gedəcək. Həmən kitabda Yəşhəduhul muqarrabun, Mutaffifun surəsi 21-ci ayədə Allah buyurur. O kitabı yalnız Allaha ən yaxın olan mələklər görür. Hələ içindəkini də bilmir, ona şahiddirlər. Yəni, ən yaxın mələklər bilir. Belə bir kitab var, o kitabda adlar qeyd olunub, amma kimin adı hara oradadır, o Allaha məlumdur. Biz həyatımızı düzgün yaşayaq, sən Allahın əmrlərinə tabe olsan, zaten sənin həyatın, sənin adın İlliyuna yazılmışdı. Biz Allahın ədalət və mərhəmətini ümidvar olaraq belə düşünürük. Allah bütün müsəlmanların adını İlliyunda qeyd etsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.